Salam uşaqlar, mən bugün sizə maraqlı bir qış nağılı oxuyacağam. Buyurun, dinləyin. Günlərin bir günü qut tülküsünün balası yuxudan oyandı. Gördü ki, hər tərəf ağappaqdır. O ilk dəfə idi ki, qar görürdü. Ona elə gəldi ki, ətrafında indiyəcən gördüyü nə varsa, hamı yoxa çıxır. Anasına dedi, anacan bu nədir? Hər şey yoxa çıxır. Bu canavar. Anası gülüb dedi, heç nə yox olmayıb, mənim balam. Qar əriyib, hər yer qarla örtülü olub. Axı indi qışdır. Tülkünün balası gah dumaq qara baxdı, gah da anasına baxdı. Sonra dedi, anacan, sən də mi qarla örtülmüsən? Tülkü dedi, xeyr mənim balam, bir özünə bax, sən də dum ağsan. Bu ona görədir ki, qarlı gündə canavarlar bizi seçib ayıra bilməsinlər. Onlardan qoruna bilək. Balaca tülkü anasından soruşdu. Anacan, yer həmişə qarla örtülü olacaq? Anası cavab verdi. Yaz gələnə kimi, yaz gələndə günəş çıxacaq, qar əriyəcək, çöllərin, meşələrin rəngi dəyişəcək. Onda bizim tüklərimizin də rəngi dəyişəcək. Hamımız qızılı rəngdə olacağıq. Qut tülküsünün balası qarda oynamaq üçün yuvadan çıxdı. Birdən qarşısına bir ac canavar çıxdı. Canavar onu görməyib düz yanından keçdi. O sevinə-sevinə qaçıb anasının yanına gəldi. Gördüklərini anasına danışdı. Bala tülkü anasının haqlı olduğunu anladı və birlikdə yazın gəlməsini gözlədilər. Uşaqlar, bilirsiniz ki, fəsil dəyişkənliyi ilə əlaqədar heyvanların rənginin dəyişməsi nəyə görədir? Yox, bilmirəm. Onda bilin ki, fəsil dəyişkənliyi ilə əlaqədar heyvanların rəngini dəyişməsi özlərini vəhşi heyvanlardan qorunmaları üçündür. Salam cücələr. Mənim adım Nihatdır. Mənim 5 yaşım var. İndi mənim haqqımda şey deyəcəm. Hər gün bizdən əvvəl durur. Anam, atam götürür evdə qoca nənə köməkçiyəm mən həmişə. Gəl ömür öz gözündən, an içirəm ez zaman və çıxmaram sözündən. Mama, şəlatı əzisi niyə bir gün hayır. Mama gəlmək istəyirəm.